Dəyərli izləyicilər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər, əziz abituriyentlər, bu günləri DİM-in 20 sınaq test kitabçasının 3-cü qruplar üzrə nəşrinin 14-cü sınağın izahını verəcəm. İzaha keçməmişdən öncə onu qeyd edeyim ki, bu tərzdə sınaq izahlarının, dərs izahlarının davamını istəyirsinizsə, kanalıma abunə olmağı, bəyənməyi və paylaşmağı unutmayın. Keçək sualların izahına. Sual 1. Maraqlı bir sualdır. Qədim Hindistana aiddir. Deyir ki, uyğunluğu müəyyən eləyin. Ashoka verib, Chandragupta verib. Biz bunların uyğun xüsusiyyətlərini müəyyən eləyəcəyik. Demək, oxuyaq. 4 aslan heykəli. Biz bilirik 4 aslan heykəli eradan əvvəl 3-cü əsr Ashoka'nın əmri ilə hazırlanmışdır. A gedir Ashoka'ya. İkisi də maliyyə sahəsinin nümayəndəsidir. B-ni yazırıq ortaya. Hindistana vahid dövlətə birləşdirən Ashoka'dır. C gedir Ashoka'ya. Yunan Makedoniya işğalına qarşı mübarizə aparan Chandraguptadır. 4-cü yüzilliyin sonlarında hakimiyyətdə olan Chandraguptadır. 1A-C, 2D-Y, 3B cavab oldu D variantı. Sual 2. Qədim Romada eradan əvvəl 5-ci yüzilliyin ortaları tarixinə aid olan hadisələri müəyyən eləyək. Əziz və dəyərli izləyicilərin, pleybeylərə ilk dəfə xalq tribunu seçmə hüququnun verilməsi 5-ci əsrin əvvəlləridir. Bu getdi. Padşahlıq idarə üsulu da 509-cu ilə kimi mövcud olub. Yəni 6-cı əsrin sonlarına kimi 5-ci əsrdə artıq respublika idarəçiliyi idi. Bunda 4-ü də buradan çıxardırıq. Cavab oldu 2-3, yəni A variantı. Keçək 3-cü suala. 3-cü sualda maraqlı sualdır. Venn diaqramıdır. Üçlü Venn diaqramı. Hadisələri indi burada müəyyən eləyəcəyik. Göytürk dövləti, birinci Göytürk, Qaraxanlı, Xəzər xaqanlığı. 10-cu yüzilliyin 30-cu illərində İslam dininin dövlət dini elan edilməsi Qaraxanlıya aiddir. 932-ci ildə Satuq Buğraxan İslamı Qaraxanlı dövlətində rəsmi din elan elədi. Anı yazır Qaraxanlıya. Slavyanlarla mübarizə aparan heç şübhəsiz Xəzərlər də, elə Xəzərlər axırda süqut oradan da Slavyanlardan Kiyev knyazı idi 965-ci ildə. Çinin asılanması 1-ci Göytürk Muğan xaqan. Samanlilərlə mübarizə Qaraxanlıya aiddir. Qaraxanlılar Qəznəlilərlə birlikdə 999-da Samanlilər dövlətini süquta uğradıblar. Üçü də Aşirnan əslində onlar hökmdar tərəfindən idarə edirdi. Yeni də yazırıq ortaya. İndi baxaq görək harda variant var. 1C, 2AD, 1C, 2AD, 3B, 4Y variant oldu. Demək B variantı. 4-cü sual. Mezolit dövrünü paleolit dövründən fərqli, neolit dövrünə oxşar cəhətdən müəyyən edək. Əmək alətləri daşdan hazırlanması üçünə də aiddir. Bunu buradan çıxırıq. Mikrolit əmək alətləri mezolitdə meydana gəlib, paleolitdə olmayıb. Mezolitdən sonra neolitdə də olub mikrolit əmək alətləri. İndi də var mikrolit əmək alətləri. Bu 2 aiddir. 2 cavabdır. İnsanların qəbilə icmasında yaşaması üçünə də aiddir. Qəbilə icması üst paleolit dövründə yaranıb, erkən tunca qədər mövcud olub. Bunu üçü də buradan çıxdıq. Sonra əhalinin əkinçi və maldarla məşğul olması. Əkinçi ilə maldarlıq mezolit dövründə meydana gəlib, paleolitdə olmayıb. Mezolitdən sonra neolitdə də mövcud olub. 4 də cavabdır. Daşların cilalanması və dəyişilməsi. Daşların cilalanması, dəyişilməsi neolitdə öyrənilib, mezolitdə olmayıb, yəni cavab deyil. Cavab oldu 2-4, yəni B variantı. Növbəti sual, 5-ci sual. Albaniya və Atropatena dövlətlərinin 1-ci əsrin, eradan əvvəl 1-ci əsrin 1-ci yarısı və 30-cu illər tarixinə aid ümumi cəhət. Cavab burada Roma Respublikası ilə mübarizədir. Çox uşaq deyir ki, müəllim, bəs səhv olaraq A variantını vururlar. A səhvdir, çünki Atropatena və Albaniyaya eradan əvvəl 1-ci əsrin 30-cu illərində, 1-ci əsrin 1-ci yarısında düzdür, Roma sərkərdələri hücum ediblər, amma Roma imperatorları hücum eləmədilər. Həm də bu dövrlər Romada imperiya dövrü deyil, respublika dövrüdür. Romada imperiya eradan əvvəl 27-ci ildə meydana gələcək. Ona görə də cavab burada olacaq Roma Respublikası ilə mübarizə aparılması. 6-cı suala baxaq indi. Maraqlı sualdır. Urnayer və Assogeni verib. Albaniya hökmdarı Urnayer və Assogenə aid olan məlumatları tapmalıyıq. Urnayer 313-cü ildən 371-ə kimi hakimiyyətdə olub. Demək, 4-cü əsrin 40-cı illərində hakimiyyətdə olub. A cavabdır. Kolt vilayətini itirib.
Dizraf döyüşündə. Amma bu vilayətin geri qaytarılması 387-də onda ordinari hakimiyyətdə deyildi. B getdi. Sasanilərlə birlikdə bəli Romaya qarşı mübarizə aparıb Ahmet Dizraf döyüşlərində. Mehranilər sülaləsinin nümayəndəsi deyil, Arşakidir. 1AC. Assogen. Mədəni islahatlar keçirib, bəli. Assogen ölkənin mədəni həyatında islahatlar keçirib. Yeni Albaniyası da yaradıb. C-də aiddir. Paytaxt dəyişdirən Arşakilərdən ikinci Vaçedir, Assogen deyil. Bizansla müharibə də Arşakilər dövründə yoxdur. 1 AC, 2 də AC. Cavab oldu D variantı. 7-ci sual. Birinci Dünya müharibəsi illərində AXC-nin həyata keçirdiyi dövlət quruculuq tədbirlərinin müəyyən. Birinci Dünya müharibəsi əziz və dəyərli izləyicilər, biz bilirik ki, 1918-ci ilin noyabrın 11-nə kimi davam edib. Həmin dövrə qədər, 11 noyabr 1918-ə qədər baxaq görək hansı tədbirdə olub. Əzizlərim, Azərbaycan vətəndaşlığı haqqında qanun 19-cu ilin avqust ayında, onda dünya müharibəsi yox idi. Məsləhət Məclisinə seçkilər haqqında əsasnamə 19-un iyuludur, onda da dünya müharibəsi bitmişdi. Avtomatik birli və ikili cavablar öldürürük. Buradan cavab qalır 3-5 A variantı. Bəli, üç rəngli dövlət bayrağının qəbul edilməsi 19-cu ilin 18-ci ilin 9 noyabrıdır, onda dünya müharibəsi hələ bitməmişdi. Əlahiddə Azərbaycan korpusu deyən Azərbaycan ordusunun yaradılması 26 iyun 1918-ci ildir, onda da dünya müharibəsi bitməmişdi. Dördüncü fikirdə dünya müharibəsi dövrünə aiddir, amma bu iqtisadi tədbirdir, yəni dövlət quruculuğu deyil. Cavab oldu 3-5 A variantı. 8-ci sual. Gilgil çayı döyüşü. Əzizlərim, Gilgil çayı döyüşünün nə vaxt baş verdiyini bilirsinizmi? 1810-cu ildə 1-ci Rus-Qazar müharibəsi dövründə Quba xanlığında üsyan qalxır Şeyx Əli xanın başçılığı ilə və bu döyüş baş verir. Bu döyüşdə Şeyx Əli xan Rus qoşunlarını məğlub eləyir. Bir cavabdır. Bu döyüş 19-cu əsrin ilk rübündə baş verib. İlk rübü nə vaxtda? 19-cu əsrin ilk rübü ümumiyyətlə 1-ci rübü 25 ildir də, 1801-dən 25-ə qədər. 10-cu ildə 1-ci rübə aiddir. Cavab oldu burada 1-4, yəni D variantı. 9-cu sual. Uyğunluğu müəyyən eləyək. Azərbaycan 19-cu əsrin 40-cı illərin ikinci yarısında keçirilən 40-cı illərin ikinci yarısı, yəni 1845-dən o tərəf, yəni 46, 47, 48 bu ikinci yarını deyir. Aqrar və inzibati. 47-ci ildə kəndlər əsasnaması var. Həmin kəndlər əsasnamasına əsasən kəndlərə hər 15 yaşlı kişi kəndlisinə 5 desetin torpaq verilirdi. Bu aqrar məsələdir. Aqrar məsələnin qabağında bu A-nı yazırıq. Xəzər vilayəti 46-cı ildə ləğv edilib dekabr fərmanı ilə. B getdi 2-yə. Mülkədarlara kəndlər üzrə polis məhkəmə hüququnun ləğv edilməsi 1865-dir. Bunu qoyduq qırağa. İrəvan qüvvəsi 49 yaradılıb bu inzibati tədbirdir. Yazırıq 1-ə. Sabşər kəndlərin federasiyanın ləğvi 1870-ci ildir. Bunu da ləğv edirik. 1B-D, 2A. Cavab oldu D variantı. 10-cu sual çox maraqlı sualdır. Xəritədə əzizlərim görürsünüz ki, hansı xanlıqlara verilib. Bu xanlıq Qarabağ xanlığıdır, bu da Urmiya xanlığıdır. Biz Qarabağ və Urmiya xanlığının ümumi cəhətlərini müəyyən eləməliyik. Baxaq indi. Qarabağ və Urmiya xanlığını tapırıq. İrəvan xanlığının asığa salması. Bəli, Qarabağ xanlığı da İrəvana asığa salıb. Urmiya xanı Fətəli xan Əfşanla, Qarabağ xanı Pənahəli xan İrəvana asığa salıblar. Quba xanlığına qarşı ittifaqda yoxdurlar. Əslində Qarabağ xanlığı var, Urmiya xanlığı yoxdur. İkinci çıxırıq. Məhəmməd Həsən xan Qacarla mübarizə, bəli, ikisində də var. Urmiya xanlığı da Məhəmməd Həsən xan Qacarla mübarizə aparıb, Qarabağ xanlığı da. Qarabağ xanlığına Məhəmməd Həsən xan Qacarın yürüşü 1757 Xalqın döyüşünün baş verməsi həmin tarixdir. 19-cu yüzün əvvəllərində daxili müstəqilin saxlaması, bəli. Urmiya xanlığı mövcud olub 19-cu əsr təqribən ortalarına qədər. Türkmənçay müqaviləsindən sonra da mövcud idi Qacarların tərkibində. Qarabağ xanlığı da 1822-ci ildə süqut olub. Yəni əsrin əvvəllərində müstəqilliklərini saxlayıblar. 4-ü də götürürük. Cavab oldu 1-3-4, yəni Y variantı. Şəki xanlığı ilə müttəfiq olması səhvdir. Şəki xanlığı ilə müttəfiqlik yoxdur. Keçirik digər sualın izahına. 11-ci sual maraqlı sualdır. Səfəvilər dövlətinin 17-ci əsrin 60-cı illəri və 18-ci əsrin 2-ci 10 illiyi.
Əzizlərim, ikinci 10 illik deyəndə 11-dən 20-yə qədər götürürük. Yəni bunu yadda saxlayın. Rus tacirlərinə imtiyaz verən müqavilə imzalanma. İmtiyazların verilməsi, bəli. İmtiyazlar nə ilə verilir? Müqavilə ilə. Burada 4 də düzdür. Cavab burada 1-4 izah eləmindir. 1-4 A variantı olacaq. Demək, 1667-ci ildə Şah Süleyman Rusiya ilə ticarət müqaviləsi imzalayıb. Edir 60-cı illər, 17-ci əsrin 60-cı illər eləyir də 1667. Düzdürmü? 1667. Bir dənə də ticarət müqaviləsi, bu 1667 Süleymana aiddir. Bir dənə də ticarət müqaviləsi 1717-ci ildə imzalanıb. Bu müqavilədə aiddir Şah Sultan Hüseynə. Hər iki müqavilə, baxın, 1717-ci il 18-ci əsr 2-ci 10 illiyinə düşür. 1667-də 17-ci əsrin 60-cı illər. Demək, Rusiyanın ticarət müqaviləsi imzalanması oxşardır. Və hər iki müqavilədə də Rus tacirlərinə imtiyazlar verilirdi. Ona görə 1 də götürürük cavab kimi. Cavab oldu 1-4, yəni A variantı. 12-ci sual. Qəzvin şəhərinin Səfəvilər dövlətinin paytaxtı olduğu dövrə aiddir. Əzizlərim, Qəzvin şəhəri nə vaxt paytaxt olub? Qəzvin şəhəri paytaxt olub Səfəvilər dövlətində 1550, biraz çox böyük və səhv yazdım. Biraz qısa yazaq, 1555-dən 1598 paytaxt İsfahana köçürülənə qədər. Həmin dövrə aid olan hadisə bax, B variantı gördüm burada. Niyazabad döyüşünün baş verməsi. Niyazabad döyüşü nə vaxt baş verib? 1583-cü ildə. Həmin döyüşdə də Səfəvilər Osmanlı Krım qoşunlarını məğlub ediblər. Cavab oldu B variantı. 13-cü sual. Almaniya imperiyasının imperiyasına aid olan xüsusiyyətləri müəyyən edin. Əziz və dəyərli izləyicilərim, Almaniya imperiyasının mövcudluğunu qeyd edim sizin üçün. Almaniya imperiyası Otto von Bismarck tərəfindən 1871-ci ildə yaradılıb. Bu imperiya Birinci Dünya müharibəsinin sonlarına kimi, yəni 1918-ci ilin 9 noyabrına kimi mövcud olub. Bu imperiyaya baxın, Schleswig və Holsteinin Danimarkadan alınması 1864-dür. İmperiya yaranmamışdı. Sadova döyüşünün baş verməsi 1866-dır. Onda da imperiya yaranmamışdı. 3 də getdi. Demək, əgər 1 ilə 3 gedirsə, cavab qalacaq burada 2, 4, 5, yəni A variantı. 7 müsəlləti müharibə planı Schlieffen planı 1905-də hazırlanıb, aiddir. Saint-Stefan müqaviləsi 1878-ci ildə demək, imzalanıb Rusiya-Osmanlı müqaviləsidir. Həmin vaxt düzdür, Rusiya bəhrələməyə imkan vermədi, Berlin konqresi keçirildi 78-ci ildə. Bu da imperiya dövrünə düşür. Tannenberg döyüşü də ki 1914-cü ildə baş verib, hələ imperiya dövrü idi. Cavab oldu burada 2, 4 və 5. Yəni A variantı. 14-cü sual. Azərbaycanın 20-ci əsrin 20-30-cu illərdə mədəni tədbirlərindən deyil. Çox maraqlı sualdır. Və elə bir cavabla, bir xırda izahla bu sualın izahını verəcəm. Baxın, bura əzizlərim, D variantına baxın. Bakı Sabunçu Dəmir yolu 1926-cı ildə çəkilib. 20-30-cu illərə düşür, amma mədəni tədbir deyil. Bizdən burada mədəni tədbir istir axı. Və elektrik dəmir yolu heç vaxt mədəni tədbir olanmaz. Bu XA tədbirdir. Ona görə mədəni tədbirlər aid deyil deyirsə, bu cavabı D variantı götürməliyik. Bakı Sabunçu elektrik dəmir yolunun çəkilməsini. Digərləri isə həmin dövrə aid. Məsələn, illəri deyim, Şərqdə ilk konservatoriya 20-ci illərdir. Savadsızlıqla Mübarizə Komitəsi 1923, Türkoloji Qurultay 1926, SSR Elm Akademiyasının Azərbaycan filialı da ki 1935-ci ildə. Əgər desək ki, Azərbaycan Elm Akademiyasının açılması 1945-dir. Amma Rusiya Elmlər Akademiyasının, SSR Elmlər Akademiyasının Azərbaycan filialı 1935-də açılıb. O da 30-cu illərə aiddir. Cavab oldu D variantı. Çaşdırmayın özünüzü. 14-cü sual. 15-ci yüzilliyin ikinci yarısında Avropada nə baş verib? Baxın, Fransa İngiltərəyə qalib gəlib ərazilərini azad elədi. 100 illik müharibə nəticəsində. 100 illik müharibə nə vaxt bitdi? 1453-də. Düzdür, bu aiddir. İkinci yarıda 15-ci əsr. İngiltərədə hakimiyyətə yeni suala gəldi. Hansı suala? Tudorlar suası. Neçənci ildə? 1485-ci ildə. Düzdür. Bu da aiddir. 2 də aiddir. Cavab oldu 1-2. Baxırıq yenə. Osmanlıların Zigetvar qalasına keçirilməsi bu 1516-dır. 66 daha doğrusu. Süleymanın ölümündən sonra.
Zigetvar qalası ətrafında vəfat elədi. Bu 16-cı əsrdir. Avropa tarixinə aid deyil. Aralıq dənizində üstünlüyün Venesiya gəmi taziyədən keçməsi sərhəd yürüşlərinin nəticəsindədir. Sərhəd yürüşləri də 13-cü əsrin sonunda bitir. Bu da aid deyil. Bizansın varlığına son qoyulması da birlikdə biz Sultan Fatih Mehmet tərəfindən 1453-cü ildə, bu da 15-ci əsrin 2-ci yarısı. Cavab oldu 1, 2, 5. Yəni D variantı. 16-cı sual. Uyğunluğu müəyyən edin. Azərbaycan xalq cümhuriyyəti Gəncə dövrü, Tiflis dövrü. Əzizlərim, Gəncə dövrü nə vaxt olub? Biz bilirik Gəncə dövrü AXC-də olub 16 iyundan, demək 16 iyundan iyun neçənci aydır? İyun 6-cı aydır. 16 iyundan olub sentyabr ayının 17-sinə qədər. Sentyabr neçənci aydır? Sentyabr 9-cu aydır. Tiflis dövrünə var. Tiflis dövründəki AXC yaranandan 28 maydan 16 iyuna qədər. Osmanlı ilk dəfə diplomatik əlaqələrin qurulması 4 iyundur. Tiflis dövrünə aiddir. Bunu yazırıq Tiflis dövrünün qabağında. Təbriz şəhərində konsulluğun açılması 1920-ci ildir. Bunu sildik buradan. Bu Bakı dövrünə aiddir. Düzdürmü? Bakı dövrü deyə sildik. Naxçıvan general qubernatorluğu 1919-cu ildə yaradılıb. Bu da Bakı dövrüdür. Bunu da sildik buradan. Azərbaycan Dövlət Bankı 1919-da yaradılıb. Bunu da sildik buradan. Bu da Bakı dövrüdür. Milli Ordunun yaradılması 26 iyun 1918-dir. Yəni Gəncə dövrünə düşür. Yenə də yazırıq Gəncənin qabağına. 1A, 2Y. Cavab oldu burada D variantı. Hansı variant oldu? D variantı. Gördünüzmü? Maraqlı sual idi. Keçək 17-ci sual. Niştat sülhü. Niştat sülhü nə vaxt imzalanıb? Hamı bunu bilir. Şimal müharibəsi nəticəsində 1721-ci ildə. Niştat sülhünün əsasında Rusiya Baltik dənizə çıxış əldə etdi və imperiyaya çevrildi. Cavab oldu 1-4, yəni B variantı. 18-ci sual. Dəyərli sultanına aid xronoloji ardıcılığı müəyyən eləyək. Şəmsəddin Eltumuş Xarəzmşah cəmaətdən sığınacaq verməsi cəlaləti 1220 demək, daha doğrusu belə deyək də, 1231-ci ildə Monqolların gəlişindən sonra Azərbaycanı tərk edir, gedir Hindistan istiqamətində. Təqribən o illərdir ki, dəqiqliyi yoxdur kitabda. Təqribən onu yazdım. Xərəzlər sürəsinin hakimiyyətin başlanması 1290-dır. Sultan Əlaəddin Xələcindəki hakimiyyətə gəlməsi 1296-dır. Elə burada cavab olacaq 1, 2 və 3. 1, 2, 3 də yuxarıda verilib cavablar. Hansı variantdır? Təbii ki, Y variantı olacaq. Keçirik 19-cu suala. Xronoloji ardıcılığı müəyyən edin. Maraqlı sualdır. Qarabağ əyalətinin yaradılması. Əzizlərim, Qarabağ əyaləti demək, bütün xanlıqlar ləğv ediləndən sonra Gəncə xanlığından başqa, bütün xanlıqlar ləğv ediləndən sonra Rusiya tərəfindən əyalətə çevrilib. Bir dənə Gəncə xanlığı ləğv edilib, dairəyə çevrilib. Demək, Qarabağ əyaləti yaradılıb nə vaxt? Qarabağ xanlığı ləğv ediləndə 1822-ci ildə. Qarabağ qəzası. Bütün əyalətlər qəzaya çevrilib 1840-cı il islahatı ilə. 1840-cı ildə. İndi hadisə tapmalıyıq 2 üçün ki, 1822-dən sonra olsun. 1822-dən sonra olan burada hansıdır? B variantı yazmaq olar bura. Şeyxülislam müftü vəzifəsinin yaradılması 1829-cu ildir. Bunu 2-yə yaza bilərik. İndi 3-cü hadisə 1840-dır. 4-cü hadisə tapmalıyıq ki, 1840-dan sonra olsun. Baxırıq bura İrəvan quberniyasının yaranmasını yazmaq olar bura. Çünki İrəvan quberniyası 1849-cu ildə yaradılıb. Demək, cavab olacaq burada 2B, 4A. Baxaq görək. 2B, 4A variantı varmı? Bəli, var. Cavab oldu C variantı. Sual 20. Rəşidi xəlifələr dövrünə aid xüsusiyyətini müəyyən edin. İnşallah xəlifələr dövrünü bilirsiniz. Ərəb dövlətində xəlifələr dövrü nə vaxtdır? 632-dən 661 Əməvilərin gəlməsinə qədər. Həmin dövrdə də ərəblər bütün Ərəbistan yarımadasını fəth elədilər. Cavab olacaq burada B variantı. 21-ci sualdan sonra keçirik 21-ci sualın izahına. Əzizlər, xəritədə verilən ərazilər, baxın, bu ərazi Şirvanşahların ərazisidir. Bu ərazi Təbriz və Rəvvadilər dövrüdür 11-ci əsrin 60-cı illərində. İndi ki 11-ci əsrin 60-cı il bu iki dənə dövlətə aid xüsusiyyətini müəyyən eləyək biz.
Həmin dövrlərdə 11-ci əsrin 60-cı illərində hər iki dövlət Səlcuqlara qarşı mübarizə aparıb. 1066-cı ildə Səlcuqlar Şirvanşahları asılı salıblar. 1065-də də Rəvvadiləri süquta uğradıblar. Demək ki, cavab C oxşar cəhətdir həmin dövr üçün. 23-cü sual. Həştadçılar döyüşlərinin bizdən demək oxşar cəhətlərinə aid olmayanı istəyir. Əzizlər, Həştadçılar döyüşün birinci baxaq görək neçənci illərdə olub. Birinci Həştadçılar döyüşü olub 829-cu ildə, ikinci Həştadçılar döyüşü olub 836-cı ildə. 9-cu əsrin 20-ci illərində baş verməsi cavabdır. Bizdən oxşar cəhətləri istəmir də, oxşar olmayan cəhəti istəyir. Birincisi 20-ci illərdə olub, ikincisi olmayıb. Bir oxşar cavab, yəni cavabdır, oxşar xüsusiyyət deyil. Xürrəmlər ikisinə də qalib gəliblər. Bu oxşar xüsusiyyət. İkini öldürdük. Xəlifə Möhtəsimin dövründə ikinci Həştadçılar döyüşü 36-cı il Möhtəsimə aiddir. Amma 29-cu il Xəlifə Məmuna aiddir. 3 də oxşar xüsusiyyət deyil. 1-3. Babək ilə Ərəb ordusunun komandanı Afşin. İkinci Həştadçılar döyüşü Afşinlə Babək arasında olub. Çünki Afşin 835-ci ildə Ərəb ordusunun komandanı təyin edilib. Amma birinci Həştadçılar döyüşü yox. Bu da oxşar cəhət deyil. Cavab oldu 1-3-4. Yəni Y variantı. Baxaq indi 5-ə. 19-cu əsrin 2-ci rübündə baş verməsi. İkisi də 19-cu əsrin 2-ci rübündə baş verib. 5-i də öldürürük. Cavab qaldı burada 1-3-4. Yəni ki, Y variantı. 23-cü sual keçirik. 23-cü sualdayıq. Elxan hökmdarı Qazanxan və Cəlalə hökmdarı Şeyx Uveysin oxşar xüsusiyyətləri. Hər ikisi uğurlu islahatlar keçirdiblər. Hər ikisi dövləti gücləndirmək üçün tədbirlər görüblər. Əmir Teymurun hücumuna heç biri məruz qalmayıb. Yeni şəhərin salınması Qazanxanda var. Mahmudabad, bir də Sultaniyə şəhərləri. Amma Şeyx Uveysə yoxdur. Şirvanşahlar dövlətinin asılı salınması Şeyx Uveysə aiddir. Amma Qazanxanın dövründə zaten Şirvanşahlar Laşlardan asılı idi. Bu da oxşar cəhət deyil. Cavab oldu 3-4. 24-cü sual. Xəritədə ulduzla fərqləndirilən dövlətlərin 20-ci yüzilliyin 40-cı illəri tarixinə aid cəhətlərini müəyyən edin. Əzizlərim, burada xəritədə fərqləndirilən ərazi bu ərazi Yunanistandır, bu ərazi də Türkiyədir. Yunanistan və Türkiyənin biz 20-ci yüzilliyin 40-cı illərinə aid olan xüsusiyyətlərini müəyyənləşdirməliyik. Hər iki dövlət Sovet ölkəsinə qarşı ABŞ-la yaxınlaşdı. Hər iki dövlətə Truman doktrinasına əsasən 1947-ci ildə bu doktrinə qəbul edilib. Hər iki dövlətə Truman doktrinasına əsasən hərbi yardım və Marshall planına əsasən iqtisadi yardım. Marshall planı da 48-ci ildən tətbiqə başlayıb. Marshall planına əsasən iqtisadi yardım edilib. Cavab oldu 1-3. Kipr uğrunda mübarizələr 70-ci illərdə, iqtisadi möcüzə Türkiyədə 80-ci illərdə baş verib. 40-cı illərə aiddir. Cavab oldu 1-3. 25-ci sual. Deyir ki, 20-ci yüzilliyin 90-cı illərinin sonunda Azərbaycan Respublikasında həyata keçirilən dövlət qurucu tədbirlərinə aiddir. 90-cı illərin sonu, yəni 98-99. İlk bələdiyyə seçkiləri 99-dur. Bu tədbirdir. Bizdən deyili istəyir. Bu getdi. Konstitusiya məhkəməsi 98-dir. Bu da tədbirdir. Bu da getdi. Ölüm cəzasının ləğv edilməsi bu da 98-dir. Bu da getdi. Konstitusiyanın qəbulu 95-dir. Bu 90-cı illərin sonu deyil. Asan xidmət də 2012-ci illərdir. Bu da 90-cı illərin sonu deyil. Cavab oldu 3 və 5. 26-cı sual. Xronoloji ardıcılığın müəyyən eləyin. Əzizlərim, Şərur rayonunun Ağbulaq və Qızılqaya yüksəkləri 2018-ci ilin hərbi əməliyyatının nəticəsində geri qaytarılıb. 2018-ci ildəki may əməliyyatı da 2027 may. Lələtəpə yüksəkliyi 2016-cı ildə geri qaytarılıbdır aprel döyüşlərinə. Qarabağ Dirçəliş Fondu da 2021-ci ilin yanvarın 4-də yaradılıb. Cavab olacaq burada necə? Birinci olacaq 2016-cı il. Birinci 2-ni qoyacağıq. Sonra qoyacaq 2018-i 1. Sonra da qoyacaq 2021-i axırda 3. 2-1-3. Xronoloji ardıcıllıq bu cür olacaq. 27-ci sual. Heydər Əliyevin, Ulu Öndərin birinci prezidentlik dövrü nə vaxtdır birinci prezidentlik dövrü? 93-98. İlham Əliyevin ikinci prezidentlik dövrü də 2008-dən 2013-ə qədər. Azərbaycan Respublikasının qoşulmama hərəkatının tam uğurlu üzvü olması 2011-dir. Bu düşür İlham Əliyevin
İkinci prezidentlik dövrünə A yazırıq 2-yə. Konstitusiya ilk dəfə əlavə və düzəlişlər edilib 2002-ci ildə Heydər Əliyevin Ulu Öndərin ikinci prezidentlik dövründə. Bunu çıxardırıq. Bakı Novorossiysk neft kəməri 1997-dir. Ulu Öndərin birinci prezidentliyinə düşür. C-ni yazırıq burada 1-ə. Bakı Diviz Ərzurum qaz kəmərinin işə salınması 2007-ci ildə İlham Əliyevin demək cənab prezidentin birinci prezidentlik dövrünə düşür. D-ni buradan çıxardırıq. Bakıda İpək yolu üzrə beynəlxalq konfrans keçirilməsi 98-ci sentyabrdır. Bu da düşür Ulu Öndərin demək birinci prezidentlik dövrünə. Demək 1-də cavab oldu C-yi. 1 C-yi. 2-də cavab oldu A variantı. Bu sualda müəyyənləşdirdik. İndi aşağı situasiya sualından. Əzizlərim, situasiya sualında siz görürsünüz ki, 16-cı əsr İngiltərə tarixindən söhbət gedir. Burada birinci sualda yazır ki, mənbədə İngiltərənin o həmin dövrdə rəqibi olan dövləti soruşur. 16-cı əsrdə İngiltərənin əsas rəqibi müstəmləkələr uğrunda dəniz bir ticarətində İspaniya idi. Cavab 4 olacaq birinci sualda, situasiya sualında. 29-cu sualda deyir ki, bəhs edilən mənbədə kraliçanın iqtisadi siyasətin əsas cəhətlərini müəyyən eləyək. Həmin dövr kraliçası Yelizavetadır. Yelizaveta proteksionizm siyasəti yeridib. Nə deməkdir proteksionizm? Yəni, daxili istehsalı himayə eləyib, xaricdən ölkəyə məhsul gətirilməsini məhdudlaşdırıb, daxili ticarəti himayə eləyib. 30-cu sualda deyir ki, mənbəyə əsasən İngiltərənin rəqibi olan dövlətlər mübarizənin nəticəsində, İspaniya ilə mübarizənin nəticəsində La Manş döyüşü oldu 1588-də. Həmin döyüşdə İspaniya məğlub edildi və bu döyüş nəticəsində İngiltərə dənizlərdə hökmranlığı ələ keçirdi. İngiltərənin iqtisadi dənizlərdə müstəmləkələr uğrunda rəqabətdə birinciliyi ələ keçirdi və İngiltərə iqtisadiyyatı, ticarəti inkişaf elədi. İzahlar bu qədər. Diqqətinizə görə minnətdaram. İnanıram ki, bu izahlar sizə faydalı olacaq. Sağ olun, təşəkkürlər.